Hər il aprel ayının ikisində Qubada səməni mərasimi keçirilir. Əksər rayon sakinləri bayramda cücərtdikləri səmənləri Qudyal çayına gələrək bax bu körpüdən çaya atırlar və arzu niyyət edirlər. İllərdir ki, bu adət-ənənə Qubada yaşadılır. Səməni atma bir dənə Qubadadır oğlum. Arzu niyyət eləyirsən, gəlib atırsan axar suya. Muradova çatırsan, gəlirsən şirini paylayırsan, yenə də arzu eləyirsən. İnşallah arzumuza çatarıq. Keçən ilki dilə elib getdim burada. Arzu elədim, arzuma çatdım. Şükürlər olsun. Hani bu ildə gəlmişəm, yenə də arzu tükənmir. 70 yaş içindəyim. Cavan vaxtım, ta cavan vaxtımdan mən hər il bura gəlib arzu niyyət eləyirəm. Ta qədimdən nənələrimiz, babalarımız səməni qoymuşuq, səməni niyyət eləyib cücərtmişuq. Əlimizlə özümüz bəsləmişik o səməni, sonra gətirib niyyət tutub atırıq burada. Çox gözəl adət-ənənədir. Bura Qudyal çayının üstünə bütün Quba sakinləri, başqa rayonlardan da gəlirlər. Mən Bakıdan gəlmişəm. Kimi ürəyində nə arzusu var, atır, mətləbinə də çatır. Mən eşitmişəm ki, belə bir ənənə var Qubada. Birinci dəfədir gəlirəm. Allah qoysa, arzum Çin olsa, hər il gələrəm. Səməni buğdadır, bərəkətdir. Bərəkətə hörmət əlaməti olaraq onu axar suya atırlar. Su 4 ünsürdən biridir. Bizim üçün müqəddəsdir. Axar suya dərd demək, niyyət tutmaq, yuxu danışmaq, axar suya səməni atmaq maraqlı adətlərdəndir. Suyun müqəddəsliyi ilə bağlı Dədə Qorqudda da belə bir deyim var. Axar sunuz durmasın, daim axsın, qabaq ağaclarınız kəsilməsin. Bu sadəcə bir inancdır. Mən arzu edirəm ki, insanların qəlbində həmişə inanc olsun, gələcəyə inam olsun və Qubalılardan arzum, istəyim, tövsiyəm budur ki, bu gözəl adəti gələcək nəsillərə ötürsünlər.